İmam-ı zamanımız zuhur eləyəndən sonra bir iddə dünyaya qaydacaq. Peyğəmbərdir, əmirül müminindir, imamlardır. Bir onlar hakimiyyətdə olacaqlar. O barədə inşallah bir gün, bir vaxt qismət olar, bir söhbəti eləyərik və izah ərz eləyərəm. Amma bu hədis belədir. Deyir elə ki, Həzrət zuhur elədi, Peyğəmbərimiz rəcət eləyəcək, rəcət eləyəndən sonra şeytan İslam Peyğəmbərin huzuru ilə və əmri ilə öldürüləcək. Pəs Həzrətin zuhurindən sonradır bu. Həzrətin zuhurindən sonra olsa, indi fərqi yoxdur. Peyğəmbər əmr eləsin, ya İmam-ı Zaman əmr eləsin. Onların əmri ilə şeytan öldürüləcək. Nə vaxtı? Quran belə deyir. Quran deyir, vaxtı məluma qədər ona izni verilib. Qiyamətə qədər söhbət deyir. Həzrət buyurur, Quran belə buyurur. Hicr surəsində 36, 37, 38. Fəənzirni ilə yevmi yub'athun. İlahi, mənə möhlət ver, ta o günə qədər ki, insanlar məb'us olacaqlar. Qiyamət olacaq yəni. Qalə, Allah onun cavabını buyurdu. Fəinnəkə minəl munzərin. Yaxşı, sənə möhlət verdim. Sən möhlət verilmişlərdən oldun. Möhlət verdim sənə. Nə zamana qədər? İla yevmil vəqtil məlum. Demədi sən deyən zamana qədər. Demədi qiyamətə qədər. Buyurdu ki, İla yevmil vəqtil məlum. Məlum, müəyyən günə qədər sənə mən möhlət verdim. Müəyyən gün nə vaxtı? Hədislər deyir ki, Həzrətin zuhuri müəyyən zamandır ki, təyin olub. O vaxt Həzrətin zuhurindən sonra şeytanın ömrü başa çatacaq.